Qaçışa gedirəm və onsuz da düşünürdüm. Düşünə dedim, maraqlı söhbət eləməyə çalışım. Bu söhbəti siz də daxil edeyim. Çünki niyə də yox? Yəni, sizin də fikirlərinizi alaram. Siz də onsuz da görəcəksiniz videoları, siz də fikirlərinizi bildirərsiniz. Hamıya salam, mənim adım Məhəmməddir. Mənim 19 yaşım var. Azərbaycan Memarlıq və İnşaat Universitetində oxuyuram. İxtisasım proseslərin avtomatlaşdırılması mühəndisliyidir. Əslində ixtisasımdan məmnunam və ixtisasım üzrə də inşallah gələcəkdə işləməyi də sevərəm. Və bundan əlavə Give Akademiyada Data Science kursunu bitirdim. 6 aylıq kursuydu. Maraqlıydı, çox gözəl idi. Buradan mentorlarıma da salamlar olsun. Onlar da çox böyük həvəs yaratdılar həqiqətən də. Mən əvvəllər düşünürdüm ki, insanın düşüncəsi dəfələrlə dəyişə bilər, amma hal-hazırki dövrə uyğun olaraq mən bir müddət eyni yerdə qalmaq, ticarətlə məşğul olmaq, bu tipli bir insanım deyə düşünürdüm. Yəni, amma son bir neçə aylıq dövrdə fərqli, belə deyim, aktivitelərdə oldum. Qaçışa qoşuldum. Fərqli insanları tanıdım. Ətrafımdakı, belə deyim, tanıdığım fərqli sahədən olan insanlar oldu ki, o insanlar məndə baxış açımı çox dəyişdirdilər. Onlara da buradan çoxlu təşəkkür edirəm. Bəzi seminarlarda oldum, məlumatlar aldım. Hal-hazırki dövrdə onun fərqinə varmışam ki, eyni yerdə qalmağı sevən bir insan deyiləm. Yəni necə? Heç bir işə qarşı ön yargım yoxdur, belə deyə bilərəm. Yəni fikirlər var, düşüncələr var. Məsələn, 9-5 işlər olsun, fərqli işlər olsun. Xeyr, bu mənim üçün heç bir problem deyil. Sadəcə insanların fərqli xasiyyətləri var, fərqli şəxsiyyətləri var və siz bir şeyi sevmirsinizsə, bunu eləmək məcburiyyətində deyilsiniz. Yəni, həyatın axarı necə olar, bunu bilə bilmərik. Yəni, nə necə gəlir, nə necə gedir, bunu biz təxmin edə bilmirik. Ya sadəcə yaşadıqca görə bilərik. Bəlkə də yəni, mən hal-hazırda danışıram, düşünürəm, çabam fərqli yönədir. Sadəcə gələcəkdə tamam bir fərqli sahədə olacağım. IT sahəsində irəliləməyi planlayıram və buna uyğun olaraq addımlar atıram. Amma bəlkə də gələcəkdə tamam fərqli bir sahədə, tamam fərqli bir ixtisasda belə bir növ deyim, həyatımı davam edəcəm. Ona görə də yəni söhbətin əvvəlində dediyim kimi, mən elə düşünürəm ki, mən eyni yerdə qalmağı sevən biri deyiləm. Yəni, gəzməyi, yeni yerlər görməyi, kəşf eləməyi, tanımağı sevirəm. Və son zamanlarda buna qarşı həvəsim daha çox artıb. Yeni insanları tanımaqdan qorxurdum, cəmiyyətə çıxmaqdan çəkinirdim. Ona görə bir çox, belə deyim, aktivitelərdən geri qalırdım. Ən azından universitetin birinci kursunda mən bir neçə qrup yoldaşından başqa yəni, tanıdığım biri yox idi, qoşulduğum bir yer yox idi. Çəkinirdim, yəni belə deyim. Hal-hazırda bu yay bitəndən sonra inşallah 3-cü kursa keçirəm və 3-cü kursa qədər məndə çox şey dəyişib, həqiqətən çox şey dəyişib. Müsbətə doğru dəyişməyi də məni çox sevindirir, belə deyim. İxtisasım üzrə davam eləsəm, mən düşünürəm ki, mənim eyni yerdə qalmağım bir növ məcburiyyəyə yaxın olacaq. Yəni necə? Proseslərin avtomatlaşdırılması mühəndisliyi oxuyuram və avtomatlaşdırma bir növ, yəni belə deyim, onu da açığı çox araşdırmamışam mükəmməl dərəcədə. Çünki bir hissə oldu ki, heç nəyə qarşı həvəsim olmadı və həmin hissədə ikinci kurs dönəminə düşdü. Yəni deyirəm, birinci kursda onsuz da adaptə olmağa çalışırdım bunların hamısına. İkinci kursda Data Science-ə yönəldim, amma yenə də ümumi düşündüyümdə müsbətə yönəlik bir inkişaf oldu. Yəni inkişaf var. Amma yetərə qədər deyil deyə düşünürəm. Çünki daha çox araşdırma eləyə bilərdim, daha çox şeylər öyrənə bilərdim, daha çox inkişaf eləyə bilərdim və peşman deyiləm. Yəni yenə də dediyim kimi həyatın axarıdır bu. Yəni bilə bilmərik ki, nə necə olmalıdır və olduqca görəcəyik. Yəni
Məsələn, proseslərin avtomatlaşdırılması mühəndisliyi. Bir mühəndis, avtomatlaşdırma mühəndisi, mən beynimdə hal-hazırda elə xəyal edirəm və qururam ki, mən hansısa zavodda bir sistem yaratmışam və onu idarə edirəm. Bu zavod daşına bilməz hər halda və bunu idarə eləmək də, uzaqdan idarə eləmək düşünürəm ki, biraz çətindir. Necə çətindir? Yəni, ən azından Azərbaycanda elədir. Çünki bir çox şeylər son zamanlarda daha çox inkişaf eləməyə başlayıb və həqiqətən də sürətlə inkişaf eləyir açığı, amma yenə də bəzi nüanslar var ki, onlar hələ inkişaf eləməyə davam eləyir və yaxud hələ şərait imkan vermir ki, bəzi şeylər əlavə olunsun və yaxud əlavə olunub əlverişli olmadığına görə davam olunmur. Yəni, mən öz sahəm üzrə ümumilikdə irəliləməyi düşünsəm, eyni yerdə qalacam və mən bunu istəmirəm. İstəmədiyim üçün də remote işlərlə maraqlandım. Remote işlə bağlı vizaların belə olduğunu bilmirdim. Yəni, araşdırdığım qədərdən də heç vaxt eşitməmişdim elə bir şey. Remote işləyən tanışlarım da var, onlardan da eşitməmişdim. Gəzməyi sevirəm, belə deyim. Fərqi yoxdur hara olsun. Əsas odur gəzmək olsun. Gəzmək çox gözəl bir şeydir. Yəni, mümkün qədər gəzin, tozun, həyatı yaşayın. Yəni, yenə də belə bir məsələ çıxır ortaya. Heç kimə məcbur eləmək olmaz ki, sən nəyisə elə. Yəni, gəzməyi sevməyən birinə məcbur eləyə bilmərik ki, sən gəz, gör, tanı. Yəni, istəməyən istəməz. Amma gəzməyi sevib də, yəni, alındırmadığını düşünən, alınmadığını düşünən insanlara deyirəm ki, yəni, hər şey mümkündür. Əslində, plana salsazım, belə deyim, üzərində işləsəzim, belə deyim, yəni, mümkündür. Maddiyyatın sıxıntılı olduğunu düşünürsünüzsə, bəzi şeylərə ekonomiya eləyə bilərsiniz. Ümumi olaraq sadəcə bunlar bir təxmindir. Yenə də bir məcburiyyət yoxdur ortada. Maliyyə sərbəstliyi çox yaxşı bir şeydir. Bunun üçün də çoxlu çalışmaq lazımdır, əlbəttə ki. Bir dönəmə qədər aktiv həyat tərzim yetəri qədər yox idi. Yəni, yetəri qədər dediyim, universitetə gedirdim, gəlirdim. Yəni, əlavə kursa falan gedirdim. Amma yəni, o aktivlik yox idi. İstədiyim aktivlik yox idi. Daha sonra More and More komandasından tanış oldum. Qaçışlara qoşuldum. Yəni, çox uzun bir müddət deyil. Amma qısa bir müddət olsa belə, mən özümdə çox inkişaf hiss edirəm. Sadəcə sağlamlıq baxımından yox, həm də xarakteristik cəhətdən. Çünki nəyə görə? Yəni, cəmiyyət içinə çıxmağa çəkinirdim. Yeni insanlar tanımağa qarşı bir qorxum var idi deyim. Necə? Onu izah edə bilmirəm. Sadəcə yeni insanlar tanımağı çox da sevmirdim açığı. Və onlarla əlaqə yaratmaqda çətinlik çəkirdim. Son zamanlarda olan düşüncəm tamamən dəyişib. Bu yay başlayandan özümdə müsbət olaraq çox inkişaf görürəm. Daha çox müsbət inkişaf ola bilərdi. Amma yenə də bunun həyatın axarı olduğunu düşünürəm və sanki beləsi məsləhətmiş kimi də yaşayıram. Yəni, alınmayan bir şeyi çox da üzərinə qaçmaq lazım deyil. Yəni, sanki bir şey onun üzərinə qatdıqda, o da səndən uzaqlaşır kimi hiss edirəm bəzən. Və səbr eləmək lazımdır, əlbəttə ki. Amma səbr eləmək o deyil ki, bir şeyi bir addım irəliyib, hər şeyin yaxşı olacağını düşünmək. Yox, çox çalışmaq lazımdır. Əgər ticarət sahəsindəsənsə, bir şeyi satmağa çalışırsansa, sən 10 dənə hə cavabı almaqdansa, 100 dənə yox cavabı almaq, mən düşünürəm ki, daha yaxşı bir şeydir. Nə cəhətdən daha yaxşı bir şeydir? Özünü inkişaf elətdirmək cəhətdən. Yəni, özünü inkişaf elətdirməyi bacara bilən və özündə səhv axtara bilən birisənsə. Yəni, belə deyim, bir səhv var, bir problem var. Problemi qarşıdakından əvvəl birinci özündə axtarmağa bacarırsansa, razılaşmağa bacarırsansa, 10 dənə hə cavab almaqdansa 100 dənə yox cavab almaq daha yaxşıdır. Mən yox cavab almaqdan qorxmuşdum həmişə. Ona görə də maksimum inkişafım son dövrdə olanla bərabərdir. Yəni, bir ildə inkişaf elədiyim qədərlə
son 2-3 ayda inkişaf elədiyim qədəri eynidir. Bu yaxşı bir şey deyil əslində. Həm yaxşıdır, həm də deyil. Nəyə görə? Yəni zamanında mən bunu düşünürəm ki, anlamış olsaydım, bu bir il ərzində daha çox inkişaf eləyə bilərdim. Amma yaxşı tərəfi də odur ki, əsas odur bunu anlamışam. Və bu 2-3 dediyim ayı dayanaraq keçirməmişəm. O bir ilə bənzətməmişəm. Əsas məsələ budur. Yəni hər gün 1% inkişaf eləyin deyə bir deyim var. 365 günün sonunda siz tamam fərqli bir insan ola bilərsiniz. Bu əslində çox doğru bir deyimdir. Yəni belə deyim, rəqəmlər tam sırf olduğu qədərilə yadda deyil. Ona görə müəyyən qədər təxmini olaraq deyirəm. Özünüzü maksimum inkişaf elətdirməyə çalışın. İnsanları tanımaqdan çəkinməyin. İnsanlarla əlaqə yaratmaqdan çəkinməyin. Ətraf mühit, networking çox yaxşı bir şeydir və insanda çox müsbətləri olur, nəinki mənfiləri. Əlbəttə ki, hər şeyin mənfisi də var, müsbəti də var. Mənfiləri nəzərə alın və əsas diqqətinizi, fokusunuzu müsbətə verin. Çünki fokusunuzu mənfilərə versəz, yenə də hər bir vəziyyətdə inkişaf çətinləşir. Yəni siz ancaq mənfilərə fokuslanırsınız, mənfiləri görürsünüz, müsbətdə nələr dəyişir, onlar fikir verə bilmirsiniz. Bunun özü də yaxşı bir şey deyil. Sonunda ölüm yoxdur. Əslində çalışıram ki, boş vaxtlarımı maksimum səmərəli istifadə edeyim, amma indi bəzən olur ki, səmərəli istifadə eləmək olmur. Nə insanın özündən asılı bir şeydir, bu da öz iradəsindən asılı bir şeydir. Yəni uzandığın vaxtda, uzanıb scroll elədiyin vaxtda qalxıb stolda oturub kompüteri qarşına qoyub sən araşdırma da edə bilərsən. Yenə də deyirəm, bu insanın özündən asılı bir şeydir. Yəni məndə hər ikisi də var. Bəzən çox yüksək enerji gəlir və qalxıram, gecə belə olsa, yorğun belə olsam, başlayıram o sahə üzrə araşdırma eləməyə, məsələn, bir şeylər öyrənməyə. Amma bəzi günlər də olur ki, yəni eləməli olduğum bir şeyi belə eləmirəm, ertəliyirəm. Yəni bu çox normal bir şeydir. Yəni axşam kitaba mən sabah bunları eləyəcəm. Sabah onları müəyyən qədər eləyirsiniz, eləmirsiniz. Sonraki gün yaddan çıxır. Bu yəni disiplin yaratmır. Sadəcə gecə sizə gələn ani bir motivasiyadır və o motivasiya sonra əlbəttə ki itir. Motivasiya ani bir şeydir. Bir işə başlamaq üçün, bir iş deməyim sadəcə, yəni bir şeyə başlamaq üçün ani gələn enerjidir. Onu davamlı şəkildə apara bilmək isə disiplindir və disiplin özü də çox, belə deyim, disiplinli olmaq çox çətin bir şeydir. Yəni zamanla olan bir şeydir. Siz mən disiplinliyəm deyə bilməyiniz üçün mən düşünürəm ki, ən azından bir neçə şeyi özünüzü məcbur eləyərəkdən, yəni həmin şey sizi məcbur eləməsin. Siz belə deyim də, hansısa kursa gedirsiniz, kursa ödəniş eləyirsiniz və dil öyrənirsiniz. 1-ci, 3-cü, 5-ci günlər kursa gedirsiniz və 2 saatınızı kursda keçirirsiniz. Bu disiplin deyil əslində. Burada sizi məcbur eləyən şey, siz ora ödəniş eləmisiniz və yəni məsələn də müəllim sizi çağırır kursa. Yəni bu belə bir şeydir. Amma mən disiplinin olduğunu düşünürəm. Disiplinin olduğunu düşünürəm ki, siz dil öyrənməyə özünüz başlamısınız. Yenə dillə əlaqələndirirəm ki, oxşar olsun. Özünüz öyrənməyə başlamısınız və 3 ay, həftədə 3 gün və yaxud 4 gün o vaxtı özünüz təyin edirsiniz. Özünüzə gündə 1 saat, 2 saat, lap olsun yarım saat, ən azından bir söz belə öyrənirsiniz. Bunun özü disiplindir. Bu da çox yaxşı bir şeydir və eyni ilə də çox çətin bir şeydir disiplin yaratmaq. Mənim də məqsədim özümdə disiplin yaratmaqdır və disiplinin yaranması üçün də özümü bəzi şeylərə məcbur eləməsəm belə, eləyə bilməsəm belə çalışıram ki, bir şeylər məni məcbur eləsin. Yəni ortada mən qaçış məsələn onlardan biridir. Kursla oxşar deyil məsələn.
mən qaçışla bağlı nəsə bir ödəniş eləməmişəm ki, mən psixoloji olaraq düşünürüm ki, mən onu ödəniş eləmişəm və mən getməliyəm o ödənişimin qarşılığında. Amma yəni ödəniş eləməmişəm və ödəniş eləmədən əslində məndə disiplin cəhətdən bir müsbətdir ki, mən hər 3-cü, 6-cı günlər axşam saat 8-ə qalmış orada oluram və həmin komanda ilə bir yerdə qaçıram. Yəni bu artıq mənim cədvəlimə düşmüş bir şeydir. Bununla da əlavə çalışıram ki, başqa bir neçə şeyi də cədvəlimə əlavə edeyim ki, paralel olaraq onların da hamısını inkişaf elətdirim. Yəni belə, məsələ budur. Siz hal-hazırda bu videoda öz disiplinini inkişaf elətdirməyə çalışan, özünü inkişaf elətdirməyə çalışan, yəni ən birinci özünə xeyir verməyə çalışan, əlbəttə ki, hər kəs ən birinci özünə xeyir verməlidir. Yəni, demirəm, siz, bilmirəm bu nə ilə əlaqəlidir, mən düşünürəm ki, egoistliklə əlaqəli deyil. Amma yenə də belə, yəni, siz yəqin ki, özünüz başa düşəcəksiniz mənim, belə izah edeyim ki, bir işdə siz əlbəttə ki, birinci özünüzü düşünməlisiniz, sonra ətrafınızdakıları düşünməlisiniz. Birinci özünüzü düşünməli olduğunuzda o demək deyil ki, siz ancaq özünüzü düşünməlisiniz. Xeyr. Yəni, insanlara da tamamən sırf insanları da düşünmək, yəni ətrafdakıları da düşünmək yaxşı bir şey deyil. Yəni, insanın bir növ inkişafdan geri salır. Özünüzə xeyir verin, özünüzü inkişaf elətdirin. Yəni, gün ərzində çoxlu doomscrolling eləmək yaxşı bir şey deyil deyə düşünürəm. Yəni, bunu mən də eləyirəm. Amma yaxşı bir şey olmadığını bilirəm və hal-hazırda bunu da deyərək sanki psixologiyamı beynimə yeritməyə çalışıram ki, yəni yaxşı bir şey deyil də, bundan çəkin. Demirəm, heç eləməyin. Xəbərlərdə görmək lazımdır, eşitmək lazımdır. Yəni məlumatda olmaq lazımdır. Sosial cəhətdən aktiv olmaq da lazımdır. Yenə də hər kəsin öz seçimidir. Amma yəni ümumilikdə aktiv bir insan olmaq istəyirsinizsə, bunların hamısı lazımdır. Vacib deyil, amma olması müsbət bir şeydir. Sadəcə ifrat səviyyədə yox. Yəni sosial cəhətdən aktiv olmaq o demək deyil ki, səhərdən axşama hər boş vaxtında sən TikTokda və yaxud Instagramda reels sürüşdürməlisən. Amma yəni gün ərzində maksimum yarım saatını ayır. Yəni vaxt özün təyin elə və yəni özün bilərsən. Və hər kəsin yenə də deyirəm, öz seçimidir. Deyə biləcəyim odur ki, özünüzü inkişaf elətdirin. İnkişaf eləmək gözəl bir şeydir. Yəni, bu şeylərə həvəsiniz varsa, maksimum özünüzü irəlilədə biləcək qədər yolları araşdırın. Yəni, həvəsiniz yoxdursa, özünüzdə, həvəs belə deməyim də, həvəsiniz var, amma sanki eləməyə gücünüz yoxdur kimi hiss edirsinizsə, yəni onu eləməyə özünüzdə güc yaradın. Bunların hamısı insanın özündən asılı bir şeylərdir. Və mən bu yolda artıq irəliləməyə çalışıram. Ən azından video çəkərək, video paylaşaraq, həm bir növ özümə bənzəyən insanları tanımağa çalışıram, tapmağa çalışıram, ondan əlaqə yaratmağa çalışıram ki, yəni bu yolda həvəsim də daha artsın, gücüm də daha artsın. Yəni bilim ki, mənlə bir yerdə bu yolda irəliləyən insanlar var məndən bir yerdə və mən də bilim ki, yəni dayanmaq məcburiyyətində deyiləm. Yəni dayanmaq məcburiyyətində deyiləm deməyim də, yəni dayanmamalıyam, dayanmayım. Yəni o insanlarla bir yola çıxıram və niyə də dayanım? Yəni istədiyim məqsədimə çatana qədər irəliləyim sadəcə. Yəni bir yolu tək gedə bilən insanlar da var. Və həqiqətən də mən həmin insanların iradəsinə heyranam. Bəlkə gələcəkdə həyat elə gətirər ki, mən də həmin insanlar kimi biri olaram, amma yenə də özünün kimlənsə, belə deyim, müqayisə eləmək düzgün deyil. Hərənin bir xasiyyəti var, hərənin bir həyat məqsədi var, hərənin bir yaşayış tərzi var. Amma yəni, mən düşünürəm ki, maraqlı bir şey. Bəlkə də deyil, amma yəni qıraqdan elə görsənir. Yəni, mən hal-hazırda mənlə bir yerdə, eyni yolda yeriyən bir nəfər belə olsa, mənim o yolu irəliləməyə qarşı həvəsim, belə deyim, məqsədim
daha güclü olur. Nəinki yalnız qalanda. Yalnızlıq da bir çox hallarda yaxşıdır, bir çox hallarda yaxşı deyil. Yəni də bunun da inşallah ki fərqli bir gündə, fərqli bir formada danışarıq. Çox təşəkkür edirəm əgər dinlədinizsə, dinləmədinizsə də, yenə də ən azından bu videonun başlıq hissəsində görmüsünüzsə də təşəkkür edirəm. Bu videonun sonunu da izləmisinizsə daha gözəl, deməli ən başdan ən sona kimi dinləmisiniz. Gələcək videolarda inşallah ki davam eləyərəm. Yəni davam eləsəm görüşərik. Sağ olun.